Uşaqlarda qapalı əməliyyatlarda seçimi, yəni endoskopik əməliyyatlar, istər laparoskopik, istər torakoskopik nə zaman icra oluna bilər? Bu sualı çox verirlər. Bəzən də gəlirlər ki, yox, açıq əməliyyat daha yaxşıdır, qapalı. Bir, yəni bu uşaqlarda icra olunan qapalı əməliyyatlar bu cərrahın öz əl vərdişi və təcrübəsinə asılıdır. Əgər kimsə bunu edə bilirsə, bacarığı varsa, çox əməliyyatlarda bunu etmək mümkündür. İkinci növbədə uşağın vəziyyəti buna əl verirsə, yəni bu qapalı əməliyyata əks göstəriş ola bilən problemlər yoxdursa, icra oluna bilər və ən əsası, dediyim kimi, bəzi hallarda yeni doğulmuş cərrahiyyədə qapalı əməliyyatları icra etmək daha çətin olur. Çünki onlarda qarın boşluğu, istər döş boşluğunda, orqanlarında, yəni onların həcmi balaca olduğuna görə obyomu və orada onu icra etmək çox çətindir və bundan ötürü çox yüksək bir professionallıq tələb edir. Və ən azından bu cür xəstəlikləri, yəni yüzlər, minlərlə əməliyyat etmiş bir insan olmalıdır ki, bunu etsin. Biz bugünkü gün 1 kilo, 200 qram belə uşaqlar üzərində qapalı, istər torakoskopik, döş qəfəsində, istər qarın boşluğunda cərrahi əməliyyatlar icra edirik. Təşəkkürlər.